Bugün Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilən 20 yanvar faciəsindən 36 il ötür. Bugün də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verib. Azadlığa gedən yolda həyatlarını qurban verən vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazıblar. Qanlı 20 yanvar hadisələri Lənkəran rayonundan da yan keçmədi. O zaman Əliyalın Lənkəranlılar Sovet ordusuna qarşı mübarizə aparıb şəhidlər verdi. Qeyd edək ki, şəhidlər abidə kompleksi gün ərzində ictimaiyyət nümayəndələri tərəfindən ziyarət edilib. Saat 12-də rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyatın hərəkəti dayanıb. Maşınlardan səs siqnalları verilib.